Uşaqları sevindirmək üçün onlara müxtəlif oyuncaqlar alırıq. Bəli, belə canavar balalarını bəzi valideynlər almağa ehtiyat edirlər, ancaq psixoloqlar deyirlər ki, belə oyuncaqlar almaqda bəzən fayda belə var. İndi dəvdə olan, xoş olmayan görünüşü olan oyuncaqlardan danışsaq, təbii ki, bu bir negativ obrazdır. Amma bunun bir nüansı da var. Uşaqlar bilirsiniz ki, qorxan olurlar qaranlıqdan və yaxud da ki, tanış olmayan yerlərə girməkdən. Psixoloqların istifadə elədiyi ümumiyyətlə texnikalar var ki, orada deyir ki, sən qorxduğun obrazı rəsmlə çək və sonra ona, nə bilim, qırmızı yubka geyindir və yaxud da ki, nəsə qulaqlar çək və nəsə gülməli bir obraza sal ki, o sənin artıq beynində gülməli obraza çevrilsin, qorxulu obrazdan çıxsın. Bir sözlə oyuncaq seçmək, almaq əslində valideyn üçün ən məsuliyyətli iş olmalıdır. Çünki bu sadəcə uşaqların başını qatmaq üçün edilən seçim deyil, eyni zamanda onların sağlamlığı və inkişafı üçün atılan ən mühüm addımdır.